Kaci Borges bugün imkanlarının çox altında oynadı. Bilmirəm nə olmuşdu Kaci Borges. O qədər top itkisine yol verdi ki, bəlkə adam bir 10 oyunluq top itkisini bir maçda elədi. Özü də bu Avrokubok oyunu deyil ki, deyək şiddət fərqlidir, təzyiq fərqlidir, rəqiblər səviyyəlidir ki, o qədər toplar itirirsən. Bu Premyer Liqanın hardasa sıradan bir matçı idi Qarabağ üçün, amma bu oyunda belə çox düşük performans sərgilədi Kaci Borges. Əslində bir neçə futbolçu da tam da o bizim gözlədiyimizi ortaya qoya bilmədi. Hətta oyunun sonlarında Qurban Qurbanov Kaci Borgesə çox bərk əsəbləşdi. Çünki hakim onu meydanı bir nöqtədən tərk elədiyini desə də o bildiyi kimi gəldi, bunu meydandan çıxdı həmişəki mövqedən və hakim ona sarı vərəq göstərdi. Qurban Qurbanov da əsəbləşdi. Yəqin ki, tək həmin epizodun əsəbi yox, ümumən oyun boyu bəli yığılıb qalmış bir emosiya idi ki, ora qədər biraz Kaci Borges dediyim kimi çox bərbad və düşüşdə olan bir oyunçu kimi göründü. Niyə belə hallar baş verir? İndi ümumiyyətlə mən elə fikirləşirəm, mənim subyektiv fikrimdir. Qurban Qurbanov İmişli ilə oyundan sonra yəqin ki, Qarabağın futbolçusunu ciddi söhbət eləyəcək. Nəticə olaraq qalib gəldilər. Planlaşdırdıqları 3 xalı əldə elədilər. Oyun anlamında çox pis. Oyun anlamında o deyillər.